Bəli, razıyam sizlə. Uroloji sistemdə biz yaş həddinə bölürük. Yaş 40-45-i keçdikdən sonra hər bir kişi ildə 2 dəfə mütləq uroloji müayinədən keçməlidir. Səbəb nədir? Yaş 40-45-i keçdikdən sonra kişilərdə prostat vəzin hipertrofiyası, başqa sözlə adenoma deyirlər. Həmin bu xəstəlik vüsət alır. Niyə? Bu da testosteronun yaş 40-45 keçdikdən sonra aşağı düşməsindən birbaşa bağlıdır. Prostat vəzin toxuması aşağı düşmüş kişi cinsi hormonu testosterona belə bir reaksiya verir, böyümə ilə özünü göstərir. Bir də orada çox önəmli bir hormon da var idi, onu da yoxlayırdınız siz. O söylədiyiniz prostat spesifik antigendir. O, yaş 40-45-i keçdikdən sonra dünyada bir qızıl standart olaraq qəbul edilir. Onkomarkerdir. Yəni ki, prostat vəzdə ola biləcək hər hansı bir onkoloji proses haqqında öncədən məlumat verir. Amma bəzən olur, bu onkomarker də norma çərçivəsində olur. Amma prostat vəzdə kanser ola bilir. Düzdür, bu nadir